Salam, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Sualımız belədir ki, k-nın hansı qiymətində x kvadratı çıxaq 2x üstəgələ 2k çıxaq 1 bərabərdir 0 tənliyinin kökləri qarşılıqlı tərs ədədlər olar. Demək ki, bu sual güvən nəşrlərinin test toplusundan bir məhsullu tənliklər mövzusundan 83-cü sualdır. Gəlin suala baxaq. İlk öncə sualı yazağın. Sual necə idi? X-in kvadratı çıxaq 2x üstəgələk 2k çıxılsın 1 bərabərdir nə? Bərabərdir 0. Biz Viet teoremindən bilirik ki, cüt dərəcəli bir məhsullu tənliklərdə köklərin hasili sərbəst ədədə bərabərdir. Bilirik. Həmçinin də bilirik ki, tək dərəcəli tənliklərdə isə Viet teoremindən köklərin hasili sərbəst ədədin mənfi qiymətinə bərabərdir. Cüt dərəcədən olduğuna görə biz nə edirik? Köklərin hasili yazırıq. x1, yəni bilirik ki, 2 kökü var. 2 dərəcəsi olduğuna görə nə olacaq? 2 kökü var. x1-in x2 hasili nədir? Bərabərdir sərbəst ədədə. 2k çıxılsın 1-ə. Həmçinin deyir ki, köklər qarşılıqlı tərs ədədlərdir. Uşaqlar, biz bilirik axı, qarşılıqlı tərs ədədlərin hasili nəyə bərabərdir? Hasili 1-ə bərabərdir. Hasili 1-ə bərabərdirsə, onda nədir? Sol bərabər sağ da bir-birinə bərabər olacaq. Yəni 2k çıxılsın 1 bərabərdir 1-ə. Buradan da 2k bərabərdir 2-yə. K da bərabər olacaq neçəyə? K-nı tapdıq 1. Elə bizdən K-nı soruşmurdu mu? Bəli. K-nın bir qiymətində verilmiş tənlinin kökləri qarşılıqlı tərs ədədlər olar. İnanıram ki, qulaq asanların hər birinə aydın oldu. Sağ olun, salamat qalın.